Bu da senin heyvanların. Hayatında böyle bir biznes kurmuşsan. Evet. İnekler, Suyu zaten hamsi. suyu orada içinde. Özü gelir. Şan orada yukarıda Şan orada yukarıda kurmuşsan. Hemşireştirilmiş. Bu senin halam olsun kurmuşsan böyle. Şimdi bunların burada bir defa altın temizliyorsunuz. Gündelik temizleri. 3 öğüne ot verilir, 2 öğüne yiyor. Ben biraz azaltmışım ya eyvah. Heyvana bakmışsan ne kadar heyvanın var idi burada? Burada 40'ın tutuk tabii. 40 heyvan. Burada ne kadardı? Maşın. Allah. Ben bakmışım buna göndermişim. Maşına vardı. Satın maşın almışsan. Xeyirli olsun da maşın da yaxşı maşın da sürmək lazımdır da. Nava sürəcəksən falan. Düz eləmişsən. İnşallah yenə yerini doldurarsan. İnşallah bunlar da erkek analardı. Bunları 1500'den almıştım. 1500'den alırsan indi neçəyə çıxacaq? 2-3 aydan sonra 3000. 3000'dir. Var, suyun var orada. Yemin var burada. Dedi, məndən nə istəyirsən? Xərci nə qədərdir? Məsələn, sən 1500'ə almışsan. 1500'ə almışsan. 5 aya mini xərc. Mini xərci. Bir de kalırdı. Bir 500. Bir heyvanın üzərindən belə deyək də 1000 manat, 800 manat. Kalır. Bir heyvandan o qədər qazana bilirsən. Allah bərəkət versin. Ancaq bağlı qalırlar. Hatta intensiv heyvandarlıq deyək də buna indi. Çünki artıq onsuz da otlaq sahələri də çox deyil. Örüş sahələri də çox deyil. İnsanlar da artıb, ərazilər də azalıb. Bir çoxları artıq əkin sahəsinə çevrilib. Ona görə indi intensiv heyvandarlıq daha məhsuldardır. Bunun patoloğunu görürsünüz. Elə bir pol vurdurmuşam. Bəli. Çünkü yayda o istiliğin karşısına alır. Bəli, burada dəmir olmaz, olmaz da düz deyirsən, düz. Gözden olmaz. Kışta hemi o temiz zad olanda, şifr olanda içeride onun heyvanın nefesi vurur, beline damcılıyor. İnşallah bu dəfə də qazancından daha qəşəng bir maşın Sağ alarsan. olun, sağ olun. Sağ olun.